Bəziləri sual verib ki, Tüzalə xanım, burnunuzu dəyişmək istəməmisiniz. Demişəm ki, xoşuna gəlmir, kanalı çevir. Mən burnumdan məmnunam. İki sahili məlumatına görə bu sözləri xalq artisti Tüzalə Ağayeva zarafat bir yana verilişində deyib. O burnunu niyə əməliyyat etdirməməsə belə aydınlıq gətirib. Əməliyyat etsəm Tüzalə olmayacağam. Belə şeylərdən qorxuram. Əgər nəfəs almamda problem yoxdursa, niyə əməliyyat etdirib? Heç kimi də əməliyyat etdirir deyə qınaya bilmərəm. Amma çalışın ki, problem yoxdursa, gül kimi simanızı dəyişməyin. Bəziləri sual verib ki, Tüzalə xanım, burnunuzu dəyişmək istəmirsiniz. Demişəm ki, xoşuma gəlmir, kanalı çevir. Mən burnumdan məmnunam. Tüzalə xanım, məncə bu burnu əməliyyat eləsəz, bütün düz dəyişər, bəli, o şirinlidir. Yox, qadın, mən qorxuram elə şeylər. Eləmir, məncə. Əgər mənim nəfəs problemim yoxdursa, çox şükür yoxdur. Ehtiyac yoxdur da. İndi mən kimsə qınaya bilmərəm ki, niyə gedir burnu dəyişir. Amma çalışın, əgər bir problem yoxdursa, o üzünüzün gül kimi simanızı dəyişmir. Bir də müdaxilə yaxşı.